Yaddaşı gücləndirən qidalar hansılardır? Müasir dövrün ən böyük problemlərdən biri də yaddaşsızlıqdır. Yaddaşı gücləndirmək və beynin fəaliyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanma şərtdir. Sizə beyin üçün 5 qidanı təqdim edirik. Taxıllar. Beyin qida qəbul edərkən enerjinin 20%-nin xərcləndiyini də düşünərək yediyiniz yeməklərin əhəmiyyəti bir xeyli artır. Tam taxılı çörək və yulaf əzməsi ilə günə başlamaq, gün boyunca beynin çox yaxşı işini və özünə yaxşı hiss etməsini təmin etməsi deməkdir. Somon balığı. Omega-3 mənbəyi olan somon kimi soyuq dənizdə yaşayan yağlı balıqlar beyni həm qoruyur, həm də bəsləyir. Omega-3 beyin hüceyrələrinin inkişafını da təmin edir. Odur ki, uşaqların rasionunu alması yaxşı olardı. Həftədə ən azı 2 dəfə somon yemək beyin üçün faydalı olacaq. Qidalandıran ən təsirli ləpədir. Quru qoz həm omega-3, həm də sinklə zəngindir. Bu xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün güclü yaddaş qoruyucusu hesab olunur. Qoz yağı əsəb sinirlərini sakitləşdirir, tüs tökülməsinin qarşısını alır. Yaşıl, yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdan yaraları, damaq və diş qanaxmalarını müalicə edir. Yumurta, lestin və B vitaminlərinin olduqca zəngin olduğuna görə beyin qidalandırılır və yaddaşı gücləndirir. Yumurta qida rasionunda nizamlı olaraq qəbul edildikdə onun orqanizmə verəcəyi təsir də yüksəlir. Yumurtanın sarısında vitaminin daha çox olmasını bilirik. A, B1, B2, D, Y, PP və eyni zamanda ferment olur. Yumurtanın məhsulunda karotin hissəciyi var ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər. Şokolad. Tərkibində kakao olduğuna görə qan axınını sürətləndirir. Şokoladın tərkibində olan kakaoinin 50%-dən çoxu beyinə müsbət təsir göstərir.